Hamıya salam. Əlaqədə analitik xidmət sistem, Guru Markets. Şirkət üçün ümumi məlumatlarla başlayaq. Lazım gələrsə onu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirə bilərsiniz. Təşkilatın cari əsaslarına baxacağıq. Constellation Brands Inc. Ticker STZ. İcmal 17 aprel 2025-ci il tarixinə mövcud məlumatlar əsasında yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Constellation Brands alt kateqoriyaya aiddir. Narco təhlildə 59 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonuna doğru sifariş cədvəlinə baxacağıq. Şirkət üçün nəticə 10 baldan -6. Alt kateqoriya üzrə orta bal 2,1 bal. Geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Qeyd edək ki, ümumilikdə bütün bazar üzrə orta nəticə 1,8 bal təşkil edir. Şirkətin -6 xalına qarşı Constellation Brands. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Constellation Brands və alt kateqoriyalı paylaşımlar. 12 aydır stokda olduğunu görə bilərik. Constellation Brands Inc. -29,2% dinamika göstərib. 38,9% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qəti heç nə demir, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Constellation Brands 33,8 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 685 milyard dollardır. Constellation Brands Inc. 4,831% paya malikdir. Alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 7,81 milyard dollar həcmində qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 184 milyard dollardır. Constellation Brands payı 4,249% təşkil edir. Birja səhmlərinin və balans dəyərinin müqayisəsini apardıqdan sonra aşağıdakıları görəcəyik. İşğal olunmuş pay Constellation Brands Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 4,831% təşkil edir. Balansın kapitallaşması 4,249% təşkil edir. Bu da bazar dəyərinin payından 12% azdır. Təşkilatın bazardakı payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 13,4 milyard dollar təşkil edir. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 167%-ni təşkil edir. Şirkətin borc səviyyəsinə əsasən hesab pis, -1 bal. Şirkətin bazar qiymətinin mənfəətinə nisbəti 0-a uyğundur. Alt kateqoriyada orta göstərici 21,3-dür ki, bu da alt kateqoriyadan xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin mənfəət göstəricilərinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -81 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin ilkin olaraq 2,535 milyon dollar olacağı gözlənilir. Bu, hazırki göstəricidən 3013,6% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 3,2-dir. Alt kateqoriya üzrə orta göstərici 3,3-dür. Bu, alt kateqoriyadan 3% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 10,210 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil.
Bu, şirkətin perspektivləri üçün son dərəcə pisdir. Gözlənilən gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi, pis, -1 bal. Marja -0,8% təşkil edir. Alt kateqoriyada orta göstərici 15,4%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 16,2% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 2,724% təşkil edir. Bu, bazar kapitallaşma payından 77% azdır. Və bu, şirkətin cari bazar qiymətinin balanssızlığını göstərir. Constellation Brands Inc. yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $3,121,000 bərabərdir. Alt kateqoriya üçün isə $1,760,000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 77,3% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Şirkətin hər bir işçisi üçün mənfəətin həcmi $7,700,000. Alt kateqoriyada orta göstərici ilə $82,600,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 91%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün mənfəətin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Təşkilatın hər bir işçisinə düşən gəlir $963,000. Alt kateqoriyada $536,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 80%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə hər bir şirkət işçisi üçün satışların qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Alqı-satqı əməliyyatlarının həcmi 3,5%, alt kateqoriya üzrə orta hesabla 1,1% təşkil edir. Bu mümkün qısa sıxılmanın qiymətləndirilməsidir. Texniki göstərici RASO 14 şirkət üçün %53 səviyyəsini göstərir. Constellation Brands. Alt kateqoriyada bu səviyyə təxminən 58%dir. Texniki cəhətdən alt kateqoriya qiymətli kağızlar səhmlərlə təxminən eyni qiymətləndirilir. Constellation Brands. Şirkətin səhmlərinin cari dəyəri təxminən $183. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $211. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 15%dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Qiymətli kağızların təhlili nəticəsində Constellation Brands Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. Bir səhm üçün $183,3 dəyərində bir ticarət açın. Sifariş şirkətin nisbətən aşağı reytinqə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə yanaşması AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 166,45 səviyyəsində müəyyən edilmişdir. Stop loss 199,61 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda əməliyyat 17 may 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, TAP, əsas alış sifarişi olacaq. Əsas sövdələşmənin videosu artıq bu kanalda yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. Əks sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün ictimaiyyətə çox sağ olun. Guru Markets. Siz hamınız həqiqətən bütün planetin ən yaxşı tamaşaçısınız.